onlar həqiqətən yalancıdırlar. Aləmin mənası var. Aləmin mənası imamətdir. İmamət olmayandan sonra eynən o əməllərdən ki, zahiri düzdür, amma içində islat yoxdur. Həccin, namazın, ibadətin ruhi imamətdir. De, mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam. Hərbi niyyəti Sami deyər ki, biri çox kasıbıdır, gedəydi bu xərməndən buğdanı götürəndən sonra cüdəydi biri xərmən götürər, xərmən sala buğdanı götürər, sonra bu da gedəydi, o buğda çıxalıb yerdə götürə bilməyib da, ya suları bir-bir yığəydi, ya zətəynə buğda yığışaydı bunun. Bir gün gələndə dedi, ay pərverdigara, axı day bə mən nə qədər bu cür bir-bir buğda yığacıyam, bir-bir buğda yıxmaqla axadan bir yerə çatmaz ki. Axı mənim bir dücünümü aç da. Bunu deyəndə bu yazığın ətəyinin dücünü açıldı, yığdığı da dağıldı. Dedi, Xudaya, hələ indiyənəcəm, nəuzubillah başa düşməyibsən ki, bu dücün o dücündən fərq edir. Dedi, Xudaya, hələ indiyənəcəm, nəuzubillah başa düşməyibsən ki, bu dücün o dücündən fərq edir. Bu insan Allahın dini ilə istehza edərək böyük küfür edir. Onun danışdığı cahil insanların danışdığı lətifələrdən heç bir fərqi yoxdur. Onlardan soruşsan, biz ancaq söhbət edib zarafatlaşırdıq, deyə cavab verərlər. De, Allaha, onun ayələrinə və Peyğəmbərinə istehza mı edirsiniz? Üzr istəməyin, siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Ağa, güddülər 15 gündən sonra Əli gəldi. Elə ki, Əli gəldi, Peyğəmbər gəldi qabağa, gördü, Xudaya, bu ayaqlar belə partlayıb. Görübsən də nə qədər vəhşi daşdı. Əmir Əleyhisselam nəhsü balağa deyildi. Allah niyə bu vəhşi daşları intiqab elədi özünə ev? Dedi, getdi o, sadə kişiydi da, kəndi Əliydi, hardan getmişmiş, çox sadə imiş. Amma ürək safımış. Getdi Məkkiyə, bəli, getdi Məkkiyə, baxdı Allahın evinə, dedi, Xudaya, hər nədə əlin varımış, amma yurt tutmaqda batırıbsan. Dedi, Xudaya, hər nədə əlin varımış, amma yurt tutmaqda batırıbsan. Yurt tutmaqda batırıbsan. Burada yerdir gəlib özü ev düzətdiribsən. Bu insan bu ifadələri ilə nöqsansız pak olan aləmlərin Rəbbində qüsur tutaraq istehza edir. Allah bizi belə günahlara batmaqdan qorusun. Göylərdə və yerdə nə varsa, hamısı O'nundur. Həqiqətən Allah ehtiyacsızdır, şükrə, tərifə layiqdir. Müşriklər Allahı layiqincə qiymətləndirmədilər, uca tutmadılar. Həqiqətən Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir. Musa Peyğəmbər qıtlıq idi, yağış yox idi. Allah dedi ki, çıxın çöldə yağış namazı qılın. Musa Peyğəmbər hamıya dedi ki, gəlin. Çıxdılar çölə. Namazı başladılar, duanı oxudular, yağışdan xəbər olmadı. Yağış gəlmədi. Allah dedi ki, ya Musa, o cəmaatla ki, çıxıbsan, namaz qılırsan. Onun içində bir günahkar var. Nə qədər o oradadır, dua qəbul olmayacaq. Bir xəbərçi var sizin içinizdə. Onun işi budur ki, bundan ona xəbər aparar, ondan buna xəbər gətirər. Odur ki, qəbul olmayacaq. Musa deyəsən burada sadəlik elədiyində, düzdür Peyğəmbərdir, amma sadəlik eləyib, belə başa düşülür da, indi deyim, gör, eləyib sadəlik eləməyib də səndə. Musa dedi ki, ilahi, yaxşı, onda o kimdir? Deyim, mən gedim onu çıxardım.
Allah dedi, mən deyəyəm, o xəbərçi deyil. Sən mənə deysən, mən xəbərçilik eləyəm. Mən demərəm ki, o kimdir. Mən desəm, onlar xəbərçilik. Məyər Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmində münafiqləri Allah rəsuluna bəyan edən uca Allah deyildimi? Necə ki, uca Allah Münafiqin surəsində buyurur. Sən onları gördükdə cüssələri xoşuna gəlir. Danışanda sözlərinə qulaq asırsan. Onlar sanki divara söykədilmiş dirəklərdir. Onlar hər bir qışqırığın öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndilər. Sən onlardan həzər et. Allah onları öldürsün. Necə də haqdan döndərilirlər. Heç kəs sənə hər şeydən xəbərdar olan Allah kimi xəbər verə bilməz. Odur ki, Peyğəmbər buyurdu ki, Əli qiyamətin günündə behişdə, cənnətdə cənnətin əhlinə pay verəcək. Cənnətin əhlin, cəhənnəmin əhlin Əli təyin eləyəcək. Bu Peyğəmbərin sözüdür. Diqqət etsəz, bu insan təyin sözü işlədir. Görünür, bu şeyx Allahın mübarək kitabından tam şəkildə xəbərsizdir. Bu məqam yalnız və yalnız Allah subhanahu ta'alanın özünə aiddir. Bunu Allahdan qeyrisinə nisbət etmək küfürdür. Allaha iman etmiş hər bir ağıl sahibi bilir ki, qiyamət günü insanlar arasında bölgünü uca Allah edəcək. Sizə Quranın çoxsaylı ayələrindən bir neçəsini misal çəkə bilərik. Necə ki, uca Allah buyurur. Allah iman gətirib yaxşı əməllər edənləri altından çaylar axan cənnətlərə daxil edər. O gün həqiqi hökmranlıq, mülk ancaq Rəhmana məxsusdur. O, kafirlər üçün isə çətin bir gün olacaqdır.